Hər kəs salamlayıram, necəsiniz? Mən bu videonu çəkməyə məcbur oldum. Çünki MLM şirkətləri haqqında TNS şirkəti də daxil olmaqla, məsələn, mən TNS şirkətinə əməkdaşlıq edən bir insanam. TNS şirkəti haqqında çoxlu səhv məlumatlar var. Bəlkə də onu TNS şirkətinə əməkdaşlıq edən şəxslərin verdiyi məlumat sayəsindədir, ya da ki, verilən məlumatı insanların qəbul eləməsində səhvlik var. Yəni düzgün şəkildə anlaşılmazlıq olur. TNS şirkəti heç bir işçi götürmür. Ona işçi ehtiyacı yoxdur. Onun məsələn Azərbaycanda cəmi 2-3 nəfər vakansiya üzrə işçisi var. Qalan gördüyümüz bütün Bakı şəhəri, Azərbaycan və Azərbaycanın digər regionlarında olan ofislərin hamısı onunla əməkdaşlıq eləyən, yəni onun tabeliyində olan yox, onunla əməkdaşlıq eləyən ofislərdir. Yəni əməkdaşlıq eləyərək onun məhsulunun məlumatlandırılmasına, satış prosesinin təşkil olunmasına, işin təşkil olunmasında şirkətlə əməkdaşlıq eləyərək ondan gəlirinə, yəni realizə olunan məhsullardan, məlumatı sayəsində realizə olunan məhsullardan gələn gəlirə şəriklikdir, partnyorluqdur. Və təklif olunan iş də TNS şirkətinin adından, məhsullarından, brendindən, verdiyi imkanlardan istifadə edərək bu işi qurmaqdan söhbət gedir. Ona görə də TNS şirkətini düzgün anlamaq lazımdır. Ola bilər biz səhv məlumat verərik, yəni aramızda olur da səhv məlumat verənlər. Amma TNS şirkətinə əməkdaşlıq eləmək o demək deyil ki, TNS şirkətinin işçisi olursan. Olursan TNS şirkəti ilə əməkdaşlıq edən müstəqil bir şəxs. Müstəqil, necə deyək, distributor. Yəni heç kəs TNS şirkətinin əməkdaşı deyil və gördüyümüz şəhərdə, Bakı şəhərində və digər regionlarımızda gördüyümüz ofislərin hamısı TNS şirkətinin tabeliyində olan ofislər deyil. TNS şirkətinin ofisləri deyil. TNS şirkətlə əməkdaşlıq eləyərək, distributor fəaliyyətinə məşğul olaraq, TNS şirkətinlə əməkdaşlıq razılaşması bağlayaraq, onun məhsullarının realizə olunmasında müstəqil sürətdə fəaliyyət göstərən şəxslərdir. Misal üçün, bunu belə misal çəkmək olar. Misal üçün, hər hansı mağaza, hər hansı şirkətin məhsul realizə edən, məhsul istehsal edən şirkətin məhsulunu alır və satır. Aydındır. O nümayəndəliklər, o ofislər isə şirkətdən məhsul almır. Yəni alıb satmırlar. Satış prosesi üçün məlumat verirlər, məlumatlarla maarifləndirilmiş işlərini görürlər. Bunun sayəsində də şirkətlər məhsulları ya sifarişlənmək, ya həmin ofisə yönəltmək nəticəsində məhsulları əldə edən şəxslər üçün şərait yaradılır. Və ofis daxilində də, ofis də onun üçündür ki, insanlar hansı şirkətlə əməkdaşlıq edir, bu fəaliyyətlə məşğul olurlar. O insanların ofis daxilində maarifləndirilmiş işləri, məlumatlandırma işlərinin görülməsi üçün yaradılan ofislərdir. Ona görə TNS şirkəti haqqında məlumatı alanda ətraflı məlumat almaq lazımdır, tanımaq lazımdır. Ondan sonra onun haqqında məlumat yaymaq lazımdır. Çox sağ olun diqqətinizə görə. Nəsə sualınız, aydın məsələlər olarsa, yəni mesaj bölməsi açıqdır, nömrəmiz də var. Çox sağ olun, uğurlar olsun hamıya.